Salam əziz dostlar, əziz izləyicilər. Bugün Biləcərdə DSK yolunda 170-92 marşrutlarından 150 metr məsafədə Qoşadaş şəxsi tikili 7 otaq həyət evimiz satışa çıxıb. Əziz dostlar, xatırladım ki, evimizin girişinin biri bu tərəfdən başlayır. Bura kirayədə olub, hal-hazırda ev boşaldılır. Qiyməti sonunda deyəcəm, zəhmət olmasa videoya sona qədər qulaq asın. Burada 2 otaqdır, əziz dostlar. 64 kvadrat sahəsi var. Girdikdə biri dəhliz sistemidir. Dəhliz, mətbəx və hamam sanuzel istipoldur. Sol tərəfdə belə bir qonaq otağı var. Keçək ikinci otaqla tanış olaq. Burada belə bir yataq otağı var. Hər bir otaqları genişdir. 7 otaq əziz dostlar, C'si 2-ci mərtəbədədir. Burada belə bir mətbəximiz var. Kombisi, mətbəx mebeli yeri-yerinlə. Yəni istəyən olsa aşağı otaqları kirayə verə bilir. Və belə bir hamam sanuzerimiz var burada. Keçək sizi 2-ci mərtəbə ilə tanış edeyim. 2-ci mərtəbəyə həyətdən keçəcəyik inşallah. Bura 1-ci mərtəbədir. Kirayə üçün nəzərdə tutulub. Əziz dostlar, 2-ci mərtəbəyə demək olar həyətdən başlayırıq. Burada da belə bir otaq hissəsi var. Buranın təbirinə az qalıb. Burada hamam sanuzel nəzərdə tutulub. Belə bir geniş otaqdır. Bir otaq sayılır bura. Və 4 otaq 2-ci mərtəbədədir. Belə bir qladovkası var. Keçək 2-ci mərtəbə ilə tanış olaq. Çox geniş evdir. Geniş həyətdir. Əziz dostlar, 2-ci mərtəbəmiz belə bir təmirli. Dəhlizdə bizi sol tərəfdə mətbəx qarşılayır. Xatırladım, məktəbə yaxındır, marşrutlara yaxındır. Belə bir mətbəxdir, səliqəli, geniş. Keçək sizi qonaq otağı ilə tanış edeyim. Belə bir qonaq otağıdır. Qoşadaş evdir, səliqəli evdir. Bəzi əşyalar qalacaq. Qazı, suyu, işığı daimidir. Kanalizasiya sistemi mərkəzidir. Keçək yataq otaqları ilə tanış olaq. Geniş yataq otağıdır. 2-ci yataq otağımız. Həmçinin burada bir geniş yataq otağıdır. Və 3-cü yataq otağımız. Bütün otaqlar genişdir əziz dostlar. Və hamam sanuzel. Əziz dostlar, evimizin start qiyməti 185 min manatdır. Real alıcılara ev yəzi tərəfindən indirim olunacaq. Sizin də satışla əmlakınız varsa bizə müraciət edə bilərsiniz. Çəkilişlərimiz ödənişsizdir. Çox sağ olun, minnətdarım.